Esselamu Aleyküm ve Rahmetullah. Değerli müşterilerimiz, Allah sizlere bereket versin. Deməli, bir müşterimiz var. Onun sifarişi de hazırlamışam elhamdülillah. Deməli, məcundur. Məcunumuz deməli, hepatitlərin bütün növlərinə qarşı, qaraciyər xəstəliklərinə, problemlərinə qarşı hazırlamış bir məcundur. Çox gözəl bir məcun alınıb elhamdülillah. Deməli, məcunun tərkibində nələr var? Deməli, balakən, daş səmən balından istifadə etmişəm. Daha sonra alaqanqal toxumunun üyüdülmüşü, zəncəfil kökünün üyüdülmüşü, zərdəsal kökünün üyüdülmüşü, Həbəşistan qarasirəsinin toxumunun üyüdülmüşü və bunlardan deməli istifadə etmişəm və elhamdülillah çox gözəl bir məcun alınıbdır. Müştərimiz, qardaşımız əvvəllər də bizdən bu məcundan alıb istifadə edib və elhamdülillah ki, razı qalıb və yenə təkrar sifariş verib. Və bununla paralel deməli alaqanqal toxumunun soyğusuyla sıxılmış yağını istifadə etmək də həmçinin gözəl olar. Açıq hər ikisini sifariş verib müştərimiz. Allah onun üçün faydalı etsin, Allah bərəkət versin. Belə. Deməli, məcunun 8 1 kiloqramdan artıqdır, görsəndiyi kimi də.